Salam, hörmətli izləyici. Mən hüquqşünas Zaur Seyidzadə sosial yardım almaq istəyən vətəndaşların nəzərinə iki xəbər çatdırmaq istəyirəm. Biri şərt xəbərdir, biri isə vacib xəbərdir. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun. Daha çox şəxslərin xəbəri olsun bu xəbər barədə. Hörmətli izləyici. Deməli, vacib xəbər nədən ibarətdir? Mən hüquqşünas Zaur Seyidzadə tövsiyə edirəm ki, 2025-ci ildə sosial yardımçı müraciət etməyin. Ona görə ki, hörmətli izləyici, 2026-cı ilin yanvar ayının 1-dən artıq əmək haqqında vergilər dəyişir. Yəni vergi ödəyicisiniz. Tutaq ki, 1000 manat alan şəxs maaş kimi alırsa 30 manat vergi ödəyəcək. Minimum əmək haqqı alırsa 400 manat, 12 manat əlavə əmək haqqından vergi tutulacaq. Nəzərə alın. Burada imkan verir ki, siz həmin sosial yardımı əgər yanvar ayında müraciət edirsiniz, həmin 12 manat hansı ki azalır və yaxud da 30 manat azalır, nə qədər azalırsa, onu sosial yardımın üstünə gəlsinlər. Hörmətli izləyici, nəzərə alın. Bir vacib məsələ budur. Əgər indi müraciət edirsiniz, gəlməyəcək. Siz orada vergidən tutulan məbləği belediyədə uduzacaqsınız. Sizdən artıq pul gedəcək. Hörmətli izləyici. Digər şərt xəbər ondan ibarətdir ki, gedirsiniz ayrı dövlət qurumlarına müraciət edirsiniz ki, bizə kömək edin, sosial yardımcı müraciət edək. Sizə məsləhət vermirlər. Yəni qanunvericidə nə yazılırsa standart deyirlər. Sosial yardım sizə düşmür. Amma müəyyən incəliklər var ki, o incəlikləri bilmək lazımdır. Məsələn, həyat yoldaşı, məsəl üçün bəy və yaxud xanım ikinci qrup əyilirsə, evdə az yaşlı uşaq varsa, onda valideynlərdən iki də işləməyə bilər. Bir ikinci qrup əyil olduğuna görə, digərisi belə deyək də, uşaq qulluq edinə görə işləməyə bilər. Hörmətli izləyici, nəzərə alın. Bir vacib məsələdən biri budur. Və digər məsələlər var ki, hansı ki, sosial yardımla bağlı sizə demirlər. Ona görə ki, bir şərt xəbər demək istəyirəm. Mən hüquqşünas Zaur Seyidzadə telefonla hüquqi məsləhətlər verirəm, sosial yardımla bağlı məsləhətlər verirəm. Artıq siz evdən çıxmadan sosial yardımla bağlı məsləhət ala bilərsiniz. Hörmətli izləyici, nəzərə alın. Və sizə incəlikləri izah edərəm ki, nə etməyə lazımdır ki, sosial yardım sizə verilsin. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla məsləhətin verilməsi və yaxud da əyənin məsləhətin verilməsi 10 manatdır. Amma noyabr ayının sonuna qədər kampaniya edirəm. Kampaniyanın məqsədi ondan ibarətdir ki, yəni ki, kimin gücü nəyə çatırsa öyrəniş edək, məsləhət ala bilər. Ona görə ki, əziz dostlarım, hər işi satılması üçün yer açıram. Eyni zamanda hüquqi yardım göstərməsi üçün, hörmətli izləyici, ihanəyə ehtiyacı var. Ona görə belə bir kampaniya edirəm. Nəzərə alın, hörmətli izləyici. Bir daha qeyd edin ki, siz müraciət etdiyiniz qurumlarda sizə demirlər ki, məsələn, evdə 3 dənə uşaq varsa və yaxud da birinci qrup əyil varsa, təkrar komissiyanın gəlməyə ehtiyacı yoxdur. Əgər gəlir dəyişmirsə, hörmətli izləyici. Məsələn, siz gəlir göstərmişsiniz 600 manat, 600 manat növbəti ildə dəyişmirsə, o halda təkrar komissiyaya ehtiyacı yoxdur. Hörmətli izləyici. Və digər hallar var ki, hansı ki, sizə deməlidir, demirlər. Ona görə ətraflı məlumat ala bilərsiniz. Dediyim kimi. Əgər kiminsə nəzərsi var olsa, qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilər. Saxlayın, suallarınızı cavab verin. Bir daha xatırladım ki, noyabr ayının sonuna qədər aksiyanın vaxtı, yəni ki, kimin gücü nəyə sataraq ödəniş edək, hüquqi məsləhət ala bilər. Ondan sonra yəni 10 manat ödəyək, məsləhət ala bilərsiniz. İstə sosial yardımla bağlı, istə hüquqi məsləhətlə bağlı. Hörmətli izləyici. Qeyd edin ki, ərzlərində yazılması ayın axırına qədər 30 manatdır. Ayın axırından sonra normal olaraq yenə 50 manat olacaq. Hörmətli izləyici. Zəhmət olmasa bu videonu bəyənin, YouTube kanalına abunə olun. Daha çox şəxsin xəbər olsun. Diqqətinizə görə sağ olun. Sağ olun.